Salam əziz 4-cülər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 4-cü sinif 2-ci hissə riyaziyyat dərsliyindən səhifə 61 və 62, 63-də və 64-də olan misalları həll edəcəyik. Gəlin başlayaq. Mövzu sürət. Deməli, araşdırma, öyrənmə hissəsini siz özünüz oxumuş olarsınız. Gəlin biz tapşırıqlara keçək. Bələdçi. Şərtə görə sürəti tapın. Sürətin yol boyunca dəyişmədiyini nəzərə alın. Bizə nümunə olaraq verilmişdir. İdmançı 5 dəqiqə 800 metr qaçır. 800-ü 5-ə bölürük. 160 metr dəqiqə. Avtomobil 3 saatda 180 kilometr yol qət edir. Deməli, bunun üçün biz 180-i 3-ə bölməliyik 60 km saat. B variantında tısbağa 240 cm məsafəni 12 saniyəyə gedir. 240-12-yə bölərik 20 cm saniyə. C variantı qonur dovşanı 6 saniyəyə 96 metr qaçır. Deməli 96-nı 6-ya bölürük 16 metr saniyə. Keçdik müstəqil işə. Verilmiş yol boyunca sürətin dəyişmədiyini nəzərə alaraq suallara cavab verin. Piyada 8400 metr məsafəni 60 dəqiqəyə qət etdi. Onun sürəti nə qədər oldu? Bunun üçün 8400-ü bölü 60-a edir 140 metr dəqiqə. Təyyarə hansı sürətlə uçarsa 3000 km məsafəni 5 saatda qət edər. Bunu tapmaq üçün 3000-i 5-ə bölürük edir 600 km saat. Keçək səhifə 62-yə. Misal 2. Suallara cavab verin. A variantı. 80 km saat sürətlə hərəkət edən maşın 5 saat ərzində nə qədər yol gedər? Bunun üçün 80-i 5-ə vururuq 400 km saat. B variantı. 200 metr dəqiqə sürətlə hərəkət edən velosipedçi 45 dəqiqəyə neçə kilometr yol gedər? 200-ü 45-ə vururuq 9000 metr, onu da çeviririk kilometrə edir 9 kilometr. C variantı. Qatar 300 km məsafəni 60 km saat sürətlə nə qədər vaxta qət edər? Bunun üçün 300-ü 60-a bölürük edir 5 saat. D variantı. Piyada 15 km yolu 5 km saat sürətlə neçə saata qət edər? Bunun üçün 15-i 5-ə bölürük edir 3 saata. Misal 2-mizdə səhifə 62-də misal 2-nin həlli isə bu formada həll olunur. Keçək məsələ 3-ə. Gəmi eyni sürətlə hərəkət etməklə saat 12:30-dan 14:30-a kimi 120 km məsafə qət etdi. Gəmi bu məsafəni neçə saata və hansı sürətlə qət etdi? Gəmi eyni sürətlə hərəkət davam etdirərsə saat 19:30-a qədər daha neçə kilometr yol gedər? Bunun üçün 14:30-dan çıxırıq 12:30-u edir 2 saat. 120-ni 2-yə bölürük. 60 km saat edir. Birinci sualımız, yəni gəmi bu məsafəni neçə saata və hansı sürətlə qət etdi? 120-ni 2-yə bölürük, edir 60 km saat. İkinci sualımız, gəmi eyni sürətlə hərəkəti davam etdirərsə saat 19:30-a qədər daha neçə kilometr yol gedər? 19:30-dan da 14:30-u çıxırıq, edir 5 saat. 5-i də 60-a vururuq, edir 300 km. Deməli, saat 19:30-a qədər gəmi 300 km yol gedər. Məsələ 4. Arasındakı məsafə 350 km olan iki şəhərdən eyni vaxtda qarşı-qarşıya minik maşını və avtobus yola düşdü. Minik maşını 80 km saat, avtobus isə 70 km saat sürətlə hərəkət etdi. 2 saatdan sonra onların hər biri neçə kilometr məsafə qət edər? Bu vaxt maşın və avtobus arasındakı nə qədər məsafə qalar? Deməli, maşın 80 vurulsun 2 edir 160 km, avtobus isə 70 vurulsun 2 edir 140 km. İkinci sualımız, bu vaxt maşın və avtobus arasında nə qədər məsafə qalar? 350-dən çıxırıq. Biz görürük ki, burada maşın və avtobusun arasındakı ümumi məsafə 350 km-dir. Ona görə də 350-dən çıxırıq 160 üstə gəl 140 edir 50 km. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.